Qırmızı sabundan niyə ağ köpüğü çıxır? Bu belə olur da o. Qırmızı sabundan ağ köpüğü çıxmır axı. Ağ köpüğü çıxır da. Qırmızı sabundan sabun nə rəngdədirsə o rəngdə də köpüğü çıxır. Sən başın xarabdır. Mən başım xarab deyil. Sən sabunla yumamsan əlbi. Roz və sabun alırsan roz bir rəngdə çıxır. Necə ağ? Vallahi ağ çıxır. Tofiqə gedək dükandan alaq. Mən indi sübut eləməsəm ki, o qırmızı sabunun köpüğü də qırmızı olur. Mənim adım Gülnar deyil. Gülnar nə idi? Fikrim o videoda qalıb. Sərxan. Sabun tapdım. Mən bunun rəngini hardan bilim? Praxi. İçini bilmirəm axı, hamısı qıt. Qardaş nə rəngdəsiz? Neyse tam qırmızı olmasa da belə roz bir rəngdədir. Getdik. Gedirik yoxlamağa. Görün mən Gülnaram ya, Sərxanam ya yox. İndi bu sabunun köpüğün rəngi qırmızı olsa əli qırmızı şapalar. Bu nə hava diye. Getdik. Əli sabunu aldım, gedək yoxlayaq. Gedək. Mən bu saat sana yaxşı eləyim, sən də bax. Ay bala, bu sabun öz köpüklənmir. Bu lap sabunun anti-reklamı oldu. Sən məncə nə rəng olur? Rozovi, kör. Hə, yaxşı. Ağdır bu. Mənim qanımı qaldırma Əli. Bu sabunun rəngi çox qırmızı değildi. Gördün? Rozovi. Nədir bu? Hə, nə rəngdədir bu? Rozovi deyil, necə yəni ağ? Ne ışıldaş. Gözdə, bax, ağ stolun üstünə tökürəm. Nə rəngdir? Nə rəngdir də bu? Orada bu. Hə, qardaşım, Ya. bir şey yazanda dəqiqləşdirib yazın da. Eliyi Nərimanov diyor. Kostyumdan kirəsi 20 manatdan başlayır. Sabundan gəl kostyum götürə bilərsən. Ay, yana, sən